Hər vaxtınız xeyir. Bilirsiniz, böyzən oturub düşünürəm, görəsən bizi bir ailə kimi bir-birimizə bu qədər möhkəm bağlayan şey nədir? Bax, bugün elə bu sualın cavabını axtaracağıq. Ailə ənənələrinin o inanılmaz sehirli gücünü birlikdə kəşf edəcəyik. Hazırsınızsa, başlayaq. Həqiqətən də bir anlıq dayanıb düşünək. Bu qədər tələsik, bu qədər sürətli bir dünyada bir ailəni nə bir yerdə saxlayır? Yəni, o əsl görünməz yapışqan nədir? İnanın, cavab bəlkə də heç ağlımıza gəlməyən qədər sadədir. Əslində, cavab elə gözümüzün qabağındadır. Bizi bir-birimizə bağlayan şey, bilirsiniz, sadəcə eyni evdə yaşamağımız deyil. Yox, əsl bağ, birlikdə yazdığımız o unikal hekayədir. Birlikdə güldüyümüz anlar, çətinlikləri aşdığımız zamanlar, bir sözlə paylaşdığımız bütün xatirələr və əlbəttə nəsildən nəslə ötürdüyümüz o qiymətli hekayələr. Və bütün bu gözəl şeylərin, bu hekayələrin, bu bağların təməlində dayanan o möcüzəvi qüvvə məhz ənənənin özüdür. Gəlin indi bu gücün sirlərini bir-bir açaq. Yaxşı, bəs ənənə deyəndə ağlımıza nə gəlir? Yəni, bu sadəcə hər gün təkrarladığımız bir şeydir, bir vərdişdir, yoxsa daha dərin, daha mənalı bir şey var ortada? Gəlin ənənəni adi bir rutindən fərqləndirən o xüsusi toxunuşu birlikdə araşdıraq. Baxın, ənənə heç vaxt sadəcə təkrarlanan bir hərəkət deyil. O, əslində bir ritualdır. Elə bir ritual ki, münasibətləri daha da dərinləşdirir, aradakı güvəni artırır və sizin ailənizin o təkrar olunmaz hekayəsini sanki vərəq-vərəq yazır. Bəs bütün bunların bizə konkret faydası nədir? Birincisi, ailə bağları daha da güclənir, sanki polad kimi olur. İkincisi, elə anlar yaşanır ki, illər sonra belə xatırlayanda üzümüzdə bir təbəssüm yaranır. Və ən önəmlisi də odur ki, bizim üçün dəyərli olan nə varsa, sözsüz-söhbətsiz gələcək nəsillərə bir miras kimi ötürülür. Hər şey əla səslənir, deyilmi? Amma bəlkə də düşünürsünüz ki, yaxşı, bəs mən haradan başlayım? Heç narahat olmayın. İndi sizə öz ailə ənənənizi yaratmaq üçün cəmi 3 sadə addımdan ibarət super asan bir yol göstərəcəyik. Proses əslində çox asandır. Baxın, əvvəlcə hamının xoşuna gələn bir şey tapırıq, sonra bunu müntəzəm edirik ki, həyatımızın bir hissəsi olsun və sonda da ona biraz yaradıcılıq, biraz özümüzdən bir şeylər qatırıq ki, tam bizlik olsun. Gəlin indi hər bir addımı ayrı-ayrılıqda nəzərdən keçirək. Deməli, birinci addım. Hər şeyin təməli ortaq maraqlardır. Axı, heç ki məcburiyyətlə edilən bir şeyi ənənəyə çevirmək istəməz, düzdür? Ona görə də ən yaxşısı ailəlikcə yığışıb söhbət eləməkdir. Sadəcə soruşun. Gəlin görək, biz hamımız birlikdə nə etməyə sevirik? Bu bəlkə də birlikdə yemək pişirməkdir, bəlkə də idman, ya da sadəcə həftə sonu gəzintisi. Fərqi yoxdur. İkinci addım isə müntəzəmlikdir. Bax, sehr elə buradadır. Müntəzəmlik adi bir fəaliyyəti səbirsizliklə gözlənilən xüsusi bir hadisəyə çevirir. Düşünün, hər ayın ilk bazar günü. Bilirsiniz ki, o gün sizin ailə gününüzdür. Bu insanda necə bir həyəcan və gözlənti yaradır, elə deyilmi? Və gəldik üçüncü, ən əyləncəli addıma. Yaradıcı bir qıyğılcım. Bu, sizin ənənənizi sadəcə yaxşı yox, əfsanəvi edən o son toxunuşdur. Ona öz ailənizin imzasını atın. Məsələn, bəlkə hər kulinariya gecənizin bir mövzusu olar və ya səyahətlərinizdə yalnız sizin bildiyiniz xüsusi bir mahnı oxuyarsınız. Fantaziyanız işə salın. Yaxşı, bu qədər nəzəriyyə yetər. İndi isə gəlin sizi ilhamlandıracaq, bəlkə də aha, bax bu bizlikdir dedirdəcək bir neçə real həyatdan nümunəyə baxaq. Məsələn, kulinariya gecələri, təsəvvür edin, hamı mətbəxə yığışır, sevdiyiniz yeməkləri birlikdə hazırlayırsınız, sonra da o ləzzətli süfrənin arxasında şirin-şirin söhbət edirsiniz. Bundan gözəl nə ola bilər ki? Və ya illik səyahətlər, birlikdə yeni yerlər kəşf etmək, dünyanı tanımaq. Bu sadəcə gəzinti deyil, hər il həyəcanla gözlədiyiniz ortaq bir macəradır. Bir də var fotosessiyalar. Bu, sanki zamanı dondurmaq kimidir. Hər il eyni məkanda, eyni pozada çəkilən bir şəkil, illər sonra baxanda ailənizin böyüyən, dəyişən hekayəsini danışan canlı bir salnaməyə çevrilir. Tamam, bir ənənəyə başlamaq işin asan tərəfidir. Bəs onu illərlə, hətta nəsillərlə davam etdirmək. Bax, əsl ustalıq buradadır. Çünki zaman keçir, uşaqlar böyüyür, yeni insanlar ailəyə qoşulur. Bəs o ənənə alovunu necə sönməyə qoymayaq? Bax, bu müqayisə hər şeyi çox gözəl izah edir. Əgər ənənələriniz qaya kimi sərt, dəyişməz olsa, zamanla çat verib dağıla bilər. Amma əgər bir ağac kimi çevik olsa, yeni budaqlar verər, ailənizlə birlikdə böyüyər və kök atıb nəsillər boyu yaşayar. Deməli, uzun ömürlülüyün sirri nədədir? Ünsiyyətdə.
Oturun, danışın, nəyin işlədiyini, nəyin artıq əvvəlki kimi olmadığını müzakirə edin. Ailəyə yeni gələn üzvləri sevgi ilə qarşılayın. Onları da bu ənənənin bir parçası edin. Və ən vacibi, dəyişməkdən qorxmayın. Unutmayın, ən güclü ənənələr ailə ilə birlikdə nəfəs alan, böyüyən ənənələrdir. Və beləliklə gəldik çatdıq ən mühüm nöqtəyə. Anlamalıyıq ki, bir ənənə yaratmaq sadəcə həftə sonunu maraqlı keçirmək deyil. Yox, bu daha böyük bir şeydir. Bu öz hekayənizi yazmaq, gələcək nəsillərə qiymətli bir miras qoymaq deməkdir. Nəticə isə inanın, çəkdiyiniz bütün zəhmətə dəyir. Nə əldə edirsiniz? Möhkəm bağlar, birlikdə keçirilən o əvəzsiz zaman və nəsildən nəslə ötürüləcək bənzərsiz bir irs. Bundan qiymətli nə ola bilər? İndi isə son bir sualla sizi baş-başa buraxmaq istəyirəm. Bütün bunlardan sonra sizin ailəniz hansı yeni ənənəyə başlayacaq? Ailənizin hekayə kitabına hansı yeni, unudulmaz səhifəni əlavə edəcəksiniz? Bir düşünün.